Salam əziz abituriyentlər, 9 nömrəli sualın izahını təqdim edirik. Doğru ifadələri müəyyən edin. Bu sualda oxlarla müəyyən istiqamətlər göstərilib. Deməli, biz oxların göstərdiyi istiqamətdə verilmiş xüsusiyyətlərin doğru olub olmadığını müəyyənləşdirməliyik. Burada bir rəqəm ilə təqdim olunmuş istiqamətə baxaq öncəliklə. Yağıntıların miqdarı artır, buxarlanma qabiliyyəti azalır. Biz burada deməli baxaq xərit üzərindən. Bu Azərbaycan alçaq dağlarından Böyük Qafqaz dağlarının istiqamətində verilib bu ox. Gördüyünüz kimi bu istiqamətdə yağıntıların miqdarı artır və müvafiq olaraq yağıntıların miqdarı artırsa buxarlanma qabiliyyəti azalar, çünki günəş radiasiyasının miqdarı azalacaq. O cümlədən də orta illik temperaturu azalacaq. Buradan görürük biz bunu. Xəritədən görürsünüz. Və orta illik temperaturun miqdarı bu istiqamətdə azalır. O cümlədən də burada günəş radiasiyasının illik kəmiyyətinə də diqqət etsək görərik ki, orta dalğa doğru azalır, yüksək dalğa doğru isə yenidən artmağa başlayır. Amma bu yüksək dalğa doğru artmasına baxmayaraq yenə də buxarlanma qabiliyyətinin artmasına səbəb olmur. Birinci bənd doğru bənddir. 2. Buludlu 2 istiqamətinə baxaq. Deməli, buludlu günlərin sayı azalır, radiasiyanın miqdarı artır. Burada düzənlikdən orta dalğa doğru istiqamətlənib ox. Düzənlikdən orta dalğa doğru getdikcə buludlu günlərin sayı azalmaz, əksinə artar. Radiasiyanın miqdarı artmaz, əksinə azalar. İndi biz buradan baxaq buna. Deməli, günəş radiasiyasının illik kəmiyyəti burada bu istiqamətdə belə göstərilmişdir oxla. Gördüyünüz kimi azalma baş verir. Yağıntıların miqdarına baxaq. Yağıntıların miqdarında isə əksinə orta dalğa doğru artım baş verir. Üçüncü istiqamətə baxaq. 2 yanlış bənddir. 3. Yağıntıların miqdarı artır. 3 istiqaməti. Günəşli saatların sayı azalır. Baxaq, deməli bu istiqamət beləsinə göstərilib. Burada deməli gördüyünüz kimi mülayim iqlim tipinin yayquraq keçən tipinə doğru gəlir və burada yağıntıların miqdarında artım baş verir. Bu variant doğrudur. Günəşli saatların sayı azalır. Əlbəttə ki, yağıntıların miqdarı artırsa buludluluq artır. Buludluluq artırsa günəşli saatların sayı azalacaq. Doğru fikirdir. Biz bunu günəş radiasiyasının illik kəmiyyətində də görürük ki, azalma baş verir. 4. Buxarlanma qabiliyyəti 4 istiqamətində, deməli yüksək dağlıqdan düzənliyə doğru istiqamətlənib. Buxarlanma qabiliyyəti artır. Yüksək dağlıqdan düzənliyə doğru əlbəttə ki, buxarlanma qabiliyyəti artacaq. Yağıntıların miqdarı artmaz, əksinə azalma baş verəcək. İndi biz buradan baxaq. Deməli, gördüyümüz kimi bu istiqamətdə orta illik temperatur artır. Bundan müvafiq olaraq da buxarlanma qabiliyyəti artacaq. Ancaq yağıntıların miqdarına baxırıq. Buradan yağıntıların miqdarında əksinə dağlıqdan düzənliyə doğru azalma baş verir. Bu yanlışdır. 5. Deməli 5 istiqamətinə baxırıq. Bu da yenə düzənlikdən yüksək dalğa doğru istiqamətlənib. Rütubətlilik artır. Əlbəttə ki, rütubətlilik artacaq düzənlikdən dağlıq istiqamətdə. Ortalıq temperatur azalar, əlbəttə ki, azalar. Deməli, buradan görürük ki, ortalıq temperatur azalır. Buradan görürsünüz, azalma baş verir. Yağıntıların miqdarına baxaq. Yağıntıların miqdarında isə artım baş verir müvafiq olaraq.
5 bəndində göstərilən fikirlər doğrudur. Deməli 1, 3, 5. Bizə lazım olan variant A variantı.